Bugün 7 mart 2025-ci ildir. Sabah 8 mart Beynəlxalq Qadınlar Günüdür və bu münasibətlə qadınlarımızı təbrik edirəm. Bu dəfəki mövzumuz incəsənət haqqındadır. Dünyanın ən məhsuldar bəstəkarı kimdir? Bu Alman bəstəkarı Johann Philipp Telemanndır. 18-ci əsrdə yaşamış bu bəstəkarın 3500-dən çox əsəri vardır. Müasir dövrün ən məhsuldar bəstəkarı kimdir? Yəni 20-21-ci əsrlərdən gedir. Bu Rus bəstəkarı David Krivitskidir. Adamın 2000-dən çox əsəri vardır ki, və bununla da Ginnesin rekordlar kitabına düşmüş və bu dövrün ən məhsuldar bəstəkarı hesab edilir. Dünyanın ən gənc bəstəkarı kimdir? Bu Alman bəstəkarı Wolfgang Amadei Mozartdır. Belə ki, 3 yaşında pianino çalmağı, musiqi alətlərini ifa etməyə öyrənən bu bəstəkar 5 yaşında artıq ilk musiqi əsərini bəstələmişdir. Onu deyim ki, Azərbaycan da istedadlı bəstəkarlardan xali deyil və Azərbaycanın ən gənc bəstəkarı Asəf Zeynallıdır və yaşını, yəni cəmi 23 il ömür sürmüşdür. Yaşını və fəaliyyətini nəzərə alsaq, bəlkə də Azərbaycanın ən məhsuldar bəstəkarıdır. Belə ki, 70-ə yaxın xalq mahnısını nota köçürmüş, bununla belə 200-ə yaxın musiqi əsərini bəstələmişdir.